Salam əziz izləyicilər və dövlət qulluğuna hazırlaşan dəyərli namizədlər. Xoş gördük hər birinizi. Bilirəm ki, məntiq imtahanında ən çox vaxt aparan, amma bir o qədər də bal qazandıran əsas mövzulardan biri məhz qeyri-aşkar operatorlardır. Bugün sizinlə birlikdə dövlət qulluğu imtahanına düşmüş və ya düşmə ehtimalı yüksək olan ən seçmə qəbul tipli operator suallarına baxacağıq. Onların şifrəsini necə test tapmaq lazımdırsa birlikdə öyrənəcəyik. Videoya keçməzdən əvvəl xatırlatmaq istəyirəm ki, 24 sentyabrda və oktyabrın 15-də keçiriləcək imtahanlar üçün məntiq dərslərimizə qeydiyyat davam edir. Hazırlığına peşəkar dəstək istəyənlər həm fərdi, həm də qrup şəklində dərslərimizə qoşula bilərlər. Ətraflı məlumat üçün rəy bölməsindəki və ya açıqlamadakı əlaqə vasitələri müraciət edə bilərsiniz. İndi isə vaxt itirmədən keçək operatorların həllinə. Deməli, ilk sualımız belədir ki, bizə belə bir sual verilib qarşımızda. Deyilir ki, bizə 4 dairə, 4 və yenində mörtəzədə 4-2 verilib. Bu tipdə suallar necə işləyirik? Baxın, burada sizə bir işarə verilib. Bu işarə ilə yola davam edəcək. Yəni, bölmədir bu işarəmiz. Baxırıq ki, bölmədir. 4-ü yəni 2-yə bölüb, alıb 2-ni, yenidən 4-ü 2-yə bölüb, neçə olacaq? 2. Həmçinin digərlərində də fikir versək 10, 15-i 3-ə böləcəyik, 5, böldük, 2 aldıq. Üçüncüdə də həmin qaydada 8, böldük, 12-ni 3-ə 4, 4-ü 2-yə 2. 9 bölünsün, 6 bölünsün, 2, 3, 9-u 3-ə 3, cavabımız oldu. Nə variantı? Y variantı. Növbəti düşə biləcək sualımızın izahına baxaq. Bu tipdə suallar hazırlaşanların beynində bir sual yaradır ki, bu tip çətin tipdir. 2 dənə işarədən istifadə olunub və necə tapacağıq deyə beyində bir sual yaranır. Bu əslində ən rahat sual tipləri bu tiplərdir. Necə tapırıq? Təbii ki, baxın, əziz müdavinlər, baxın, kvadrat verilib, düzdürmü? Bu kvadrat bizə burada nəyisə verir. 6-nı 4-ə vuraram. Neçə eləyər? 24. Düzdür. Gətirib burada yazaram 24. 4-ü 9-a vuraram. Yazaram 36. Və həmçinin digərində də baxıram. Eyni qaydada davam eləyirdimi? 3-ü 2-yə vuraram 6. 2-ni 7-yə vuraram 14. Yazdı mı? Yazdı. İndi keçib bu tərəfə baxıram ki, 3 bucaqdan necə almışam bunu. 7-nin üzərinə 1 gələrəm. 8. Üzərinə 3 gələrəm. 11. 11-i vuraram 2-yə. 22. 6-nın üzərinə 1 gələrəm. 7. 7-nin üzərinə 4 gələrəm. 11 yenə. Yenidən 2-yə vuraram 22. Beyninizdə bir sual işarəsi yarana bilər ki, demək ki, belə çıxır ki, 3 bucaq hər zaman 22 alınır. Xeyr, elə deyil. Axıra qədər həll etdikdə görəcəyik ki, o tipdə olmur. Baxın, mötərizəmin biz bilirik ki, normalda 15 bölünsün 3, çıxılsın 2. Bunu həll eləmək üçün birinci haranı həll edirik? Mötərizənin içərisini, düzdürmü? 5, 5-dən sonradan 2 çıxırıq da, böldükdən sonra. İndi eyni qaydada bölməni, yəni birinci mötərizənin içərisini edirik, sonradan keçirik digər kənarını etməyə. 422 verilib kvadrat, 422. Kvadratda nə edirdik? 4-ü 2-yə vururduq. 4-ü 2-yə vururduq. Yazırdıq birinci rəqəmin yerinə, yəni 8. 2-ni 2-yə vururduq. İkinci rəqəmin yerinə, yəni 4. 84, 3 bucaq verib, düzdürmü? 3 bucaqda nə edirdik? Toplayırdıq. 8-dən 4-ü toplayırdıq. Vururduq neçəyə? 2-yə. 8-dən 4-ü topladıq. 24, 12, 2-yə vurduq 24. Gördünüz? Cavabımız 22 alınmadı. Bu da oldu D variantı. Növbəti sualımızın izahına keçək. Bu 3-cü sualımızdır bizim. Bozanla digər hissələri silək ki, rahat şəkildə yerimiz qalsın izah etməyə. Aha, deməli, burada necə edirik? Baxın, 3-ü vuracaq 2-yə, yazacaq 6. 16-nı böləcək 2-yə, yazacaq 8, düzdürmü? 7-ni vuracaq 2-yə, yazdı 14. 2-ni vuracaq, 22-ni böləcək 2-yə, 11 daha doğrusu. 2-ni vuracaq 2-yə 4, 18-i böləcək 2-yə 9. İkinci tərəf bölürük. 4 ilə 9, o da oldu nə variantı? Yanaşı yazdıqda A variantı oldu 49. Dördüncü sualımıza baxaq. Dördüncü sualımızı necə edirik? Baxın,
2 ilə 28 verilib, düzdürmü bizə? 2 ilə 8-i toplayacaq, eləyəcək 10, vuracaq 2-yə, eləyəcək 20. 3 ilə 8-i toplayacaq, 11, 38-i tapmaq üçün 11, 11-i vuracaq 2-yə, eləyəcək 22. 5 ilə 6-nı, 5, 0, 6-nı toplayacaq, eləyəcək 11, vuracaq 2-yə, 22. Burada da təkrarlama olub, amma bunun yəni misalla adiyyatda belə yoxdur. Sadəcə təsadüfən olan bir həll nəticəsidir. 2 ilə 3-ü toplayacaq. 5 vuracaq 2-yə, alacağıq neçəni? 10-u. Cavabımız da olacaq. Nə variantı? C variantı. Növbəti 5-ci sualımızın izahına baxaq. Deməli, 5-ci sualımızda belə bir qaydana uyğunluq göstərilir ki, bizə deməli, ilk baxdıqda nəyi nəzərə almalıyıq? 25, 10, 36. Bizə nələr deyir? Kvadratlardır, düzdürmü? Tövsiyə edərdim ki, imtahana getməmişdən öncə kvadratları 30-a, 40-a qədər kvadratları əzbər biləsiniz. Məsələn, 30-un kvadratı neçədir, 40-ın kvadratı neçədir? Bunları əzbərləyib getməyinizi tövsiyə edirəm. Əzbər şəkildə bilməlisiniz. Deməli, İndi bunu necə tapmalıyam? Baxıram ki, mən 25-i necə tapa bilərəm? Təbii ki. 2-nin üzərinə 3 gələrəm, eləyər 5. 5-in üzərinə 9 gələrəm, yazaq burada. 2 plus 3 plus 9. Neçə elədi məndə? Elədi 14, düzdürmü? 4 üstə gəlsin 1. Üstə gəlsin 1. Bu da elədi 9. Düzdür? 14-dən 9 çıxarım 5. 5-i kvadrata yüksəldərəm, eləyər 25. Düzdürmü? Eyni qaydada 5-in üzərinə 4 gələrəm. 9, 9-un üzərinə 6 gələrəm. 15. Bu tərəfdə toplasam 2-nin üzərinə 1 gələrəm. 3, 3-ün üzərinə 2 gələrəm. 5. 15, bir dəqiqə, 15-dən də 5 çıxaram. 10, 10-u kvadrata yüksəldərəm, edər 100. Düzdürmü? Eyni qaydada görüm davam edəcəkmi? Bir də sizə bir tövsiyəm olsun ki, məsələn, ilk ikisi alındısa, demək deyil ki, və yaxud da ilk üçü alındısa, bu o demək deyil ki, dördüncü də eyni qanuna uyğunluqda olmalıdır. Elə vaxt olur ki, olmur. Ona görə də diqqətlə hər bir testi səbirlə, təmkinlə axıra qədər işləyin ki, yekun nəticəmiz düzgün olsun. 6-nın üzərinə 6 gələrəm, 12. 12-dən çıxaram, 1-in üzərinə 1 gələrəm, 2, 2-nin üzərinə 4 gələrəm, 6. 12-dən 6 çıxaram, 6, 6-nın kvadratı 36. 5-in üzərinə 8 gələrəm, edər 13. 13-ün üzərinə 1 gələrəm, 14. 14-dən çıxaram neçəni? 14-dən çıxaram, 4-ün üzərinə 1 gələrəm, 3. 5, 5-in üzərinə 3 gələrəm, 8. 14-dən 8 çıxanda 6. 6-nın kvadratı 36. Qarışdıra bilərsiniz yenidən ki, burada 36 verilibsə, burada da 36 veriləcək, elə bir qanuna uyğunluq yoxdur. Sadəcə təsadüfən aldığımız bir nəticədir. Növbəti sualımızın izahına keçək. Keçməmişdən öncə lövhəni silək, təmizləyək ki, növbətiləri rahat şəkildə izah etmiş olaq. Ozanı götürək və silək. 6-cı sualda bayaqki izah elədiyim tipdədir. Birinci qanuna uyğunluq tapmalıyıq. Hər bir fəqrə uyğun, həm romba, həm də üçbucağa uyğun. Silək lövhəni rahat bir şəkildə. Sevgimi böyüdüm ki, rahat silə bilim. Siz də 6-cı misalı mən silənə qədər fikirləşin. Bəlkə elə siz məndən öncə tapdınız və yorumlarda da cavabı qeyd etməyi unutmayın. 2 saniyəlik videonu dayandırıb cavabı qeyd edə bilərsiniz. İndi davam edək sualımıza. Deməli, belə bir sual verilib ki, 6-cı sualımızın izahı belədir ki, 7-ni vuracam 3-ə, edəcək 21. 21-i yenidən 4-ə vuranda 84 edəcək. 36 vurulsun 3-ü 6-ya 18, 18-i 2-yə vuracam 36 edəcək. İndi üçbucağı tapaq. Deməli, 6-dan 3 çıxsam, bu tərəfini tapaq. 6-nı 3-ə bölsəm 2, 2-ni 2-yə bölsəm 1, 8-i 4-ə bölsəm 2, 2-ni 1-ə bölsəm 2. Bəli, eyni qaydada davam edir. Baxın, 6-nı 3-ə böləcəm 2, 2-ni 2-yə böləcəm 1, 8-i 4-ə böləcəm 2, 2-ni 1-ə böləcəm 2.
İndi 5, 6, 3 var. 5'i 6'ya vuranda 30. 30'u 3'e vuracağım. 90. Bura oldu 90. İndi 90 plus 821'i nə edəcəm? 8'i 2'ye böləcəm. 4. 4'ü 1'e 4. İndi 90 üstə 4 gələcəm. O da eləyəcək 94. 7-ci sualımıza baxaq. Eyni qaydada. Aha, bu biraz çətin bir tip olan sualımızdır. Diqqətlə baxmağa çalışaq, görək necə tapacağıq. Bundan 432-ni necə alıb? Rəqəmləri dəyişdirib səhv etmirəmsə, birinci dayananı gətirib ikinci yazıb, ikinci dayananı üçüncü yazıb, üçüncü dayananı isə birinci yazmış olacaq. 55-i necə alıb? Ona baxaq. 55'i necə almış ola bilərik? Baxaq, diqqətlə. 55'i necə almış ola bilərik? Heç nə. Birinin üstünə 4 gələcək. 5. Buradakı 5'i də yanına yazacaq 5. Baxın, 821'dir, düzdür. Birincini gətirib, üçüncünü gətirib birinci yazıb, ikincini gətirib birincini gətirib ikinci yazıb, ikincini üçüncü yazıb. Həmçinin də 1 ilə 8-i toplayıb 9, 2-ni də saxlayıb yerində. Eyni qaydada gəlirəm, ikinci dayananı hara yazacağım? Birinci dayananı ikincinin yerinə, ikinci dayananı üçüncünün yerinə, üçüncünü də gətirirəm qabağa. Oldum 321. 3 ilə 2-ni toplayacağım, 5. 1'i də olduğu kimi saxlayacağım, 1. Bu da cavabım oldu, 51. Sonra 8-ci suala baxaq. Lövhəni biraz silək. Çünki yerim dolub artıq. Siz də ona qədər fikirləşin. Bəlkə siz məndən öncə tapdınız. Aha, belə bir sual verilib ki, 9, 1. Aha, 9 ilə 1-dən mən necə tapa bilərəm? Aha, necə tapa bilərik ona baxaq. Deməli, 9-dan 1 çıxaram. Eləyər 8. 8'in kvadratı 64. 64'ü tərsinə çevirərəm 46. 7'dən 3 çıxaram. 4. 4'ün kvadratı 16. Tərsinə çevirərəm 61. 5'dən 0 çıxaram. 5. 5'in kvadratı 25. Tərsinə çevirərəm 52. İndi gəlirəm ilk misalımızı tapmaq üçün. 9'dan 3 çıxaram. 6. 6'nın kvadratı 36. Tərsinə çevirərəm. Eləyər 63. Cavab da olar D variantı. 40. Deməli, növbəti 9-cu sualımıza baxaq. Dəfəni təmizləyək ki, gözümüzü, estetikamızı körlamasın, pozmasın. Aha, deməli, qəşəng bir şəkildə, təmiz şəkildə davam edək. Təmiz görüntü ilə. Bunu da pozum. Bunları da pozum. Aha, davam edə bilərik artıq. Lövhəmiz bölündü 2-yə. Düzəldək bunu. 2 dəqiqə. Aha, tam düzəldək. Deməli, 9-cu sualda qalmışdıq. Texniki xətalar baş verdi biraz. Üzrü sayasız. Aha, 9-cu sual necə edirik? 9-cu sual. 43'dən 5 çıxaram. 43'dən 5 çıxarıq. Edər neçə? 38. Tərsinə çevirərik 83. 73'dən 8 çıxaram. 65. Tərsinə çevirərəm 56. 36'dan 2 çıxaram. 34. Tərsinə çevirərəm 43. 45'dən 6 çıxaram. 39. Tərsinə çevirərəm 93. Cavab da olar C variantı. Növbəti videolarda, əvvəlki videolarda və növbəti videolarda da söyləyəcəm sözün düzü. Axıra qədər işləməliyik və axıra qədər işləyirəm ki, sizə vərdiş alınsın. Deyə bilərsiniz ki, ay müəllim, izahı rahatdır, birini elə işlədik, digərləri niyə izah edirsiniz, vaxt itir, vaxtınızdan gedir. Amma axıra qədər işləməliyəm ki, sizə də o vərdişi aşılamış olum. Bugünlük video izahımız bu qədər. Görüşmək ümidi ilə sağ olun, salamat qalın.